Assalamu aleykum və rəhmətullah. Günlərin bir günündə belə rəvayət edirlər ki, mübarək Ramazan ayında Şufa şəhərində Əl-İslam dövründə Əl-İslamı tərif edən bir şair olur, məşhur bir şair, mərufun, ərəblərin deyirlər ki, məhubun, məruf Nəcaşi adında bir şair. Çox belə kəlamları, kəlmələri gözəl bir insan olur, ondan sonra tərif edir, mət edir. Günlərin bir günündə bunun bir dostu var idi və bu dostunun da adı Əbu Səmak. Əbu Səmak Əl-Kufi idi, belə bir adı var idi. Zahir bir insan idi, yəni günahkar bir insan idi, amma dost idilər. Bir gün bunu başım belə deyək pişirir və bunu istəyir ki, yoldan çıxartsın, deyir ki, biz xaş yeməyi deyirsən, səhər-səhər xaş yeməyi belə, gedir xaş yeməyə. Bu deyir ki, Ramazan ayıdır, belə falan, mən belə. Deyir, sonra deyir, bu Ramazan ayında Şavvalın fərqi nədir? Onsuz da o ay, bu ay. Yəni, Ramazan ayına hörmət qoymayan adam olur. Dəyər qoymayan adam olur. Neysə, bunu yoldan çıxardır və buna bir vasitə ilə bir içki də buna təklif edir ki, belə bir içki var, belə. Neysə, deyir, mən Ramazanda içki mi içəcəm? Deyir, nə olacaq, deyir, gözəl xoş ətri var, ondan sonra damarlara qan kimi, damarlara sümüklərə işləyəndir, nəfsə xoş gələndir, nitqi kamilləşdirəndir, dili açandır, belə bunun üçün içkini həmən tərifləyir. Deyirsə, bunu təhsil edir, bir yolla təhsil edir, çıxırlar, gedirlər, həmən bu, indi o vaxtları nə olur, yeməkxana olur, ya bir, biz indi kafe deyirik, məsələn, restoran deyirik, o vaxtlar nə olur, indi onu mən tam deyə bilməm, nəsə bir yeməkxana kimi bir yerə gedirlər, nəsə qaşıq hazırlayırlar, yeyirlər, içirlər və bunu da içizdirir və sonra bunların səsləri aləmi basır. Və qonşular, yaxın ətraflarında gəlmir ki, Adaladı Nəcaşi, belə, nəsə xəbər verirlər Həzrəti Əli ibn Əbi Talib rəsulullah ki, hal şahid verir. Əl-İslam əskər göndərdirir ki, bunlar tutsunlar, Əbu Səmaq qaça bilir. Amma Nəcaşi qaça bilmir, pulla gətirirlər. Həzrəti Əl-İslam deyir ki, sən nə etmirsən, neynəmirsən bu ayda? Yəni, biz hamımız oruc, sən isə orucu açmısan. Və bu halda özdə deyir, haramla açmısan, haramla orucu açmısan. Deyir, yəni, bəli, bəs belə bir hal hekayə, mən də deyir, işləyim, bu cür. Əl-İslam buna cəza həddi təyin edir. Cəza həddi təyin edir, 80 şallaq. Və o vaxtlarda bu şallağı insanların gözü qabağında vurardılar. Ərəblər buna, məsələn, deyirlər, tabban deyirlər. Tabban gətirərdilər, məsələn, insanların gözü qarşısında olunardı ki, bir ibrət olsun digər insanlara. Və insanlar cəmaat yığışır, gətirirlər buna tabban bir libası giyindirirlər. O vaxtlarda hər cəza həddinin bir, məsələn, paltarı var. Məsəl üçün, edama məhkum olunmuş insana kəfən giyindirərdilər. Şallağa məhkum olunmuş insana tabbandan ibarət bir paltar idi, onu giyindirərdilər. İndi isə oyan buna 80 şallaq vururlar və sonra həmən günü ya səhərsi günü 20 şallaq əlavə vururlar. Deyir, ya Həsən, bu nə üçündür? Belə sual verir. Deyir, bu da Ramazan ayının ehtiramını pozduğuna görə. 80 şallaq içki içdiyinə görə, 20 şallaq da Ramazan ayının hörmətini pozduğuna görə. Neysə, qutarır bunun cəza həddi. Çıxır Küfədən, belə deyirlər, kişinin oğlu güya inciyir. İnciyir ki, Əl-İslam çox ədalətlidir. O, doktor Əli Şərifin bir sözü var, ərinin Mehradda şəhid olmağının bir səbəbi onun ədalətinin çoxluğu oldu. Əl-İslam deyirdi ki, əgər ədalət lazım gələrsə mənim üçün oğlanlarıma, Həsən və Hüseynə, onları da tətbiq edərəm. Onları da tətbiq eləməkdən ki, əgər ədalət onlar üçün də şamil olarsa, onları da tətbiq eləməkdən çəkinmərəm. Əl-İslam belə ədalətlidir. Bu kişinin oğlu görə inciyir ki, Əl-İslam buna şallar vurub, belə falan, içmisən sənə vurub. Və Ramazan ayının hörmətini pozmuşsan, sənə boş-boşuna vurmayıb. Gəlir Muaviyyənin yanına, Şama. Saraya daxil olanda Muaviyyə bunu belə xoş əhvalla qarşılayır və bunu salamlayır. Görür, Muaviyyənin sarayında olan bir izdiham var, olan Şamın əhli əyalları oradadır və s. O da bir söz deyir, Muaviyyə deyir, xoş gəlmişsən batildən haqqa, batildən üstə verib haqqa xoş gəlmişsən. Bu cür bir ifadə deyir. Və birdən-birə Nəcaşinin vicdanı oyanır. Vicdanı oyanır, deyir ki, sən onu bilmə ki, sən haqsan, mən sənin yanına gəlmişəm. Yox, deyir ki, mən Əlinin ədalətindən sənin zülmünə sığınıram. Əlinin ədalətində sənin batilliyivə qaçmışam, batilliyivə gəlmişəm. Nəyə ki, sən özün haqq biləsən? Belə bilməm. Neysə, Muaviyyə bunu eşidir və hiddətlənir, qəzəblənir və bir müddət sonra ya Muaviyyə tərəfindən, ya kim tərəfindən Əl-İslama bir məktub gedir, çatır bu söz. Əl-İslam cavab edir, əgər o anda Muaviyyə onu öldürsəydi, şəhid qismində sayılacaqdı. Nə üçün? Çünki zalim padşahın və yaxud sultanın yanında haqq sözü
deyərsə, kim deyərsə, öldürürlərsə şəhid qismində sayılar. Təbii ki, öldürülmür və ömrünün axırına qədər də nə var, tarixçilər deyirlər, orada yaşayır, müalicəni mət edir və orada ölür çıxır gedir. Heç aqibəti də yaxşı olmur. İndi məsələ nədənizdir? Məsələ insanın əsas budur ki, aqibət və axirətin xeyirli olmağı. Biz çox mənəm deməyək. Nə qədər mənəmlər olub ki, axırda sonucda hidayətdən dönüblər. Əsas budur ki, biz hidayətdə qala bilək. Assalamu aleykum və rəhmətullah və bərəkatuhu.